Mən 8728 indi. 8728-lik kilometri rayon haqqında fikirlərimi bildirmək istəyirəm. Soruşsanız necə motosikletdir? Çox qiymətinə görə ideal motosikletdir. Yəni bu qiymətə alacağınız və bütün işlərinizi aşırdacağınız bir motosikletdir. Peşmanam mı? Peşman deyirəm. Şəhərçi məni idarə edir. 92 benzinlə işləyir. 10 manat benzin. Arası 8 litr olur da. 10 gün sürürəm. Sürdüyüm istiqamətlər 28 Nərmanov, Nərmanovdan Masazıra və digər günlər isə 28 Sabunçu və geri. Və arada da şəhərçi bəzi işlərim var ki, onları həllirəm. Yəni 10 günə bu qədər kilometr sürməyim məni bəs edir. Toplam səhv etmirəmsə aya nə qədər olur onu hesablayıb sizə deyərəm. Dəyər, almağa dəyər, sürə bilərsiniz. Yəni Jeep Tufan S150 almaqdansa, ustalarda qalmaqdansa və zapçasını tapıb bilməyəcəksiniz. Bunun isə hər şey var. Hətta farasını istədiyiniz farada qoydura bilərsiniz. Hətta binəyə gedib binənin o hoppanan düşən yollarında da bunu sınamışam. Yəni dəyər, almağa dəyər, alıb könül rahatlığı ilə sürə bilərsiniz. Yəni zaten siz 2450 manatdan da qeyri-adi bir şey gözləmək də olmur. İşinizi aşırdacaq bir motosikletdir. Yəni işinizi aşırdacaq bir motosikletdir. Avtobusa pul vermirəm, avtobuslığında getmirəm. İstədiyim ünvandan qapıya qədər sürürəm. Dağ avtobusdan düşüb piyada nə qədər yol gedimsə getmirəm. Bakıvka pulu vermirəm. Harada bir küncdə quraqda saxlayıram. Zəncirim var. Belə sumkada zəncir qoymuşam. Zəncirlə bağlayıram. Əssalam. Nə lazımdır başqa? Başqa məncə bir şey lazım deyil. Bir insana nəqliyyatdan alacağı çox şey mən motosikletdən alıram. Bir də yağı da Motul 5100 tökürəm. 26 manatdır. 2 litr alıram. Sonra digər litri isə bayağı 4 dəfə əlavə dəyişə bilirəm. Hər yağ dəyişməyə də 26 manat xərcim çıxır. Özüm dəyişirəm, amma özüm dəyişmirəm. Evin əvvəl servisə dəyişdim də qarantiyası bitəndən sonra evin yanında usta var, 3 manat verib ona dəyişdirirəm. Amma özüm dəyişməyəm daha yaxşı olardı. Gələn dəfə də özüm dəyişim. Yəni burada qeyri-adi bir şey yoxdur məncə dəyişməyə. Özümü dürsmüşəm bu araya, görürsünüz bura. Sürücü də az saqqaldı. Yəni məni gördü, maşını qabağa verdi də. Yol vermə niyyət yoxdur. Mən özümü dürtdüm bura. Bəzi saqqallar fikir vermişəm ki, ümumiyyətlə yol vermək mədəniyyətinə malik deyil. Xüsusən orta yaşlı. Orta yaşlı yox, orta yaşlı deməyək, saqqal deyək. Yaşı haradasa belə deyim, 50 plus civarı. Yol vermək bir mədəniyyətini görməmişəm. Yol verən əksərən cavanlar olur. Haradasa 25 plusdan 40'a qədər 45 də ola bilər, yəni belə. Amma saqqallar yox. Bilmirəm niyə yol vermirlər. Həqiqətən onu bir çölə bilməmişəm. Amma yəni müşahidələrimə əsasən onu deyə bilərəm ki, o yaşlı insanlar yol vermək mədəniyyətinə malik deyil. Xüsusən də ümumiyyətlə tək motosikletə deyil ha, maşınlara belə yol vermirlər. Yəni tutaq ki, mən olub ki, arxa-arxaya çıxmaq istəmişəm. Görürəm ki, yol vermir. Məsələn, çönüb baxıram, görürüm kimdir mən yol verməyəndə. Görürəm ki, bu biraz saqqaldır. Amma olub ki, mənə yol verən, çönüb baxmışam, bir dənə cavan oğlandı yol verir.
Mən bu hallarla tez-tez qarşılaşmışam. Belə. Yəni siz necə müşahidə eləmişsinizsə, mənə də maraqlıdır. Rəydə yazarsınız. Mən də bilərəm ki, görəsən sizdə necə hadisələr baş verib. Siz nə düşünürsünüz? Mən siqaretlərə Aleyküm salam, sabahınız xeyir. Bəli, bəli. Əlbəttə, əlbəttə. Andıra qalmışdan çıxanda mütləq ki, polis saxlamalıdır. Sportun görünüşü var da, vəssalam. Mən heç vaxt rayondan saxlamıyorlar. Çünki bilən yetibəm. Deyiriz ki, qəbul eləmirsən, nə işə qəbul eləmirsən. Mən bir boyu nəşənin dadını bilmirəm. Mən siqaretlərə ögən adam yarıma üçün ögüdüm. Mən siqaretdə ögən adamam. Deyir, nə işə qəbul eləmirsən. Deyir, psixotrop dərman qəbul edirsən. Açıq dağılır, harada işləyirsən, nə işləyirsən. Sual vermədi, mən bunları mənə niyə verirsən? Sənə nə maraqlıdır? Axılım yoxdur, Allah haqq uğraşmağa. Harada qalırsan?